Herkese salam. Bugünkü videomuz Azərbaycan fiziki coğrafi rayonlarının davamıdır. Keçən dəfəki videolarda Böyük Qafqaz və Kür çökəkliyyi vilayətlərini izah etmişdim. Bu videoda isə Kiçik Qafqaz vilayəti, Lənkəran vilayəti və Orta Araz və yaxud da Naxçıvan vilayətindən danışacağıq. İlk olaraq başlayaq Kiçik Qafqaz vilayətindən. Kiçik Qafqaz vilayəti Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsini əhatə edir. Ən hündür zirvəsi Murovdağda yerləşən Camış dağdır. Hündürlüyü 3724 metrdir. Ən alçaq yeri isə Araz sahilində yerləşir, 300 metrdir. Bu ərazi isə Zəngilan rayonunun ərazisində yerləşir. Murovdağ bu vilayəti şimal-şərq və cənub-şərq hissələrinə ayırır. Murovdağdan şimal-qərbdə Şahdağ silsiləsi, cənub-qərbdə Şərqi Göyçə silsiləsi, cənubda isə Qarabağ silsiləsi uzanır və Qarabağ silsiləsinin qərbində Qarabağ vulkanik yaylası yerləşir və bilirik ki, bu yaylada sönmüş vulkanlar mövcuddur. Kiçik Qafqaz vilayəti seysmik cəhətdən fəal ərazidir. Maqmatik süxurların səthə çıxdığı ərazilərdə filiz faydalı qazıntılar geniş yayılmışdır. Həmçinin ərazidə tikinti materialları və mineral sular da geniş yayılmışdır. Vilayətdə çay şəbəkəsi sıxdır və çaylar Kür və Araz çaylarının hövzələrinə aiddir. Bu çayların vulkanik yayladan axanları yeraltı sularla qidalanır, digər çaylar isə qar və yağış suları ilə qidalanır. Ərazidə dağ gölləri də yayılmışdır. Ümumiyyətlə, Kiçik Qafqaz vilayəti hansı fiziki coğrafi rayonlara ayrılır? Bunlar Gəncə, Qarabağ, vulkanik yayla və Həkəri fiziki coğrafi rayonlarıdır. İndi isə gəlin bu fiziki coğrafi rayonları bir-bir təhlil edək. İlk olaraq başlayıram Gəncə fiziki coğrafi rayonundan. Ümumiyyətlə dedik ki, Kiçik Qafqaz vilayəti filiz faydalı qazıntılarla zəngindir və Gəncə fiziki rayonu da filiz faydalı qazıntılarla zəngindir. Elə buna görə də Azərbaycanın Uralı adlanır. Gəncə fiziki coğrafi rayonu dağlıq rayondur. İndi isə gəlin görək hansı rayonlarda hansı faydalı qazıntılar yayılmışdı. Daşkəsəndə dəmir filizi, yataqları Daşkəsən, Hamançay və Dəmiroğlu yataqları, Gədəbəydə mis, Qaradağ yatağında, Daşkəsəndə ağ mərmər və alünit zəylik yatağı, Gədəbəydə qızıl, Qoşa yatağında, Goranboyda gips, Ağcakənd yatağı, Tovuzda seolit gili, Ağdağ yatağında, Qazaxda bentonit gili, Daş Salahlıda. Daha sonra bu ümumiyyətlə fiziki coğrafi rayonda Kürd yataqları da geniş yayılmışdı. Toğnalı və Çıraqdərə yataqlarında. Bir də Barət yataqları yayılıb. Bunlar isə Başqışlaq və Çovdar yataqlarındadır. Ərazinin iqliminə gəlsək, ardıcıl olaraq ərazidə qışı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən soyuq iqlim və dağ tundra iqlimi yayılmışdı. Torpaqlardan isə qəhvəyi və qonur dağ meşə torpaqları, dağ çəmən torpaqları, bir də dağ-qara torpaqlar yayılıb. Dağ-qara torpaqlar Gədəbəy və Daşkəsən ərazisində yayılıb. Ərazidən axan əsas çaylar Tovuz çay, Əsrik çay, Zəyəm çay, Gəncə çay, Qoşqar, Kürək çaylarıdır və Respublikamızın daxilində ən çox çirklənən çay Qoşqar çay hesab olunur. Bu çayın qidalanmasında yeraltı və yağış suları üstünlük təşkil edir. Daha sonra ərazidəki göllərə baxsaq, ərazidə uçqun mənşəli Göygöl, Maral göl, Zəli göl və Ördək göl yerləşir. Burada Göygöl meşə qurşağında, Maral göl isə Suvab qurşağında yerləşir. Həmçinin ərazidə Göygöl qoruğu da yerləşir. Qoruqda qarmaqvari şam və xallı maral qorunur. Bir də Qızılca yasallığı yerləşir. Bu isə Gədəbəyin ərazisindədir. Bu fiziki coğrafi rayonun son olaraq geoloji quruluşuna baxaq. Respublikamızdakı ən qədim süxurlar Əsrik çay və Zəyəm çay hövzəsindədir. Bunlar isə At paleozoy yaşlı süxurlar hesab olunur və Gəncə fiziki coğrafi rayonunun ərazisində yayılıb. Xəritədə isə bir rəqəmi ilə işarə olunmuş ərazi həmin fiziki coğrafi rayonun ərazisidir. Xəritədə 2 rəqəmi ilə işarə olunmuş ərazi Qarabağ fiziki coğrafi rayonudur. Onun daxilində Kəlbəcər, Laçın, Şuşa, Xocavənd və Xankəndi rayonları yerləşir. Ərazi dağlıqdır. İqlimi qışı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən soyuq iqlim və dağ tundra iqlimləridir.
Torpaqlardan isə qəhvəyi və qonur dağ meşə torpaqları, dağ çəmən torpaqları və qara torpaqlar geniş yayılmışdı. Gəncə fiziki coğrafi rayonunda olduğu kimi Qarabağ fiziki coğrafi rayonunda da qara torpaqlar yayılıb. Amma burada fərq ondan ibarətdir ki, Qarabağın daxilindəki qara torpaqlar talalar şəklində yayılmışdı və Xocavənd və Füzuli rayonlarının ərazisində qara torpaqlar. Qarabağ fiziki coğrafi rayonu Kiçik Qafqaz vilayətinin daxilindəki bütün fiziki coğrafi rayonlarla qonşudur. Ən hündür zirvəsi Böyük Kirsdir. Hündürlüyü 2725 metrdir. Həmçinin burada Xocalı və Umudlu çökəklikləri, Qarqar, Xaçın və Köndərənin mənbələri yerləşir. Faydalı qazıntılardan isə filiz faydalı qazıntılardan polimetal Mehmana yatağında, xromit Göydərə yatağında, Kəlbəcər rayonunda, civə Şorbulaq və Şorbulaq Ağyataq və Levçay yataqları, qızıl isə Zod və Qızılbulaq yataqlarındadır. Bundan başqa mineral bulaqlardan Şırlan və Turşsu bulaqları da burada yerləşir. Şuşanın ərazisindədir. Geoloji quruluşuna nəzər yetirsək, Yura və Təbaşir dövrünün süxurları geniş yayılmışdı. Həmçinin bu fiziki coğrafi rayonda daşaltı yasallığı yerləşir. 3 rəqəmi ilə işarə olunmuş ərazi vulkanik yayla fiziki coğrafi rayonudur. Bu fiziki coğrafi rayonda dağlıq ərazidir. Ermənistanla sərhəddədir. Ən hündür zirvəsi Dəli dağdır. Hündürlüyü 3616 metrdir və ərazidə sönmüş vulkanlar yayılıb. Sönmüş vulkanlara misal olaraq Gəlinqaya, Qızılboğaz və Böyük İşıqlını göstərə bilərik. Hündürlükləri Gəlinqaya 3335, Qızılboğaz 3581, Böyük İşıqlı isə 3550 metrdir. Bir də çınqıllıqlar yerləşir. Çınqıllıqlar isə Pəri çınqılı, Ayı çınqılı və Qırmızı dağ vulkanlarıdır. İqlim tiplərindən qışı quraq keçən soyuq və dağ tundra iqlim tipləri yayılmışdır. Həmçinin dağ çəmənlikləri də geniş yayılıb və ərazidə aqroiqlim ehtiyatları zəif yayılıb. Günəş radiasiyası isə çoxdur. Ərazidən axan Tərtər və Həkəri çayları yeraltı sularla qidalanır. Göllərdən isə tektonik vulkan mənşəli Böyük və Kiçik Alagöl, bunları birləşdirən Qurbağalı çay da bu fiziki coğrafi rayonda yerləşir. Həmçinin vulkanik mənşəli Qaragöl Laçın rayonu ərazisində yerləşir. O da buradadır, yəni vulkanik yaylada. Ümumilikdə isə bu göllərin hər biri dağ çəmən landşaftında yerləşir. Geoloji quruluşuna baxsaq, vulkanik yaylada süxurların inversiyası baş verir. Çünki burada vulkan püskürmələri nəticəsində daha cavan süxurlar daha hündür ərazilərdədir və yüksək dağlıq ərazilərdə 4-cü dövrün süxurları yayılıb. Aşağılarda isə daha aşağıya doğru hərəkət etdikcə daha qədim süxurlara rast gəlinir. Ərazidə yayılmış relyef formalarından isə endogen relyef formalarından akkumulyativ mənşəli lavə örtükləri, bir də şlaq konuslar yayılıb. Bundan əlavə eksogen mənşəli relyef formalarından vulkanik yaylada və Murovdağ silsiləsində buzlaq mənşəli relyef formaları geniş yayılmışdı. Vulkanik yayla fiziki coğrafi rayonunda Qaragöl qoruğu yerləşir. Burada göllər kompleksi qorunur. Bir də Laçında yasallığı yerləşir. Laçın yasallığı. Kiçik Qafqaz vilayətində son olaraq Həkəri fiziki coğrafi rayonundan danışaq. Həkəri fiziki coğrafi rayonu xəritədə 4 rəqəmi ilə işarə olunub. Ümumiyyətlə bu fiziki coğrafi rayon İran və Ermənistanla sərhəddir. Burada iqlim tiplərindən qışı quraq keçən mülayim isti iqlim tipi yayılmışdı. Torpaqlardan isə şabaldı dağ meşə torpaqları geniş yayılıb. Yağıntılar təxminən 400-600 mm olur. Kiçik Qafqazın ən alçaq nöqtəsi burada yerləşir. Zəngilan rayonunda hündürlüyü 300 metrdir. Çaylardan isə Bəsit çay, Oxçu çay və Həkəri çayı burada yerləşir. Bu çaylar yeraltı sularla qidalanır. Bir dənə Oxçu çay buzlaq suları ilə qidalanır. Ərazidə yerləşən qoruq və yaxud da yasallıqlardan isə Bəsit çay qoruğu var. Burada Şərq çinarı qorunur və Zəngilan rayonunun ərazisində yerləşir. Növbəti olaraq Lənkəran vilayətinə baxaq. Lənkəran vilayəti 2 fiziki coğrafi rayona ayrılır.
Lənkəran fiziki coğrafi rayonu və Talış dağları. Lənkəran vilayəti Azərbaycanın cənub-şərqində Xəzər dənizi sahillərində yerləşir. Vilayətin ən hündür nöqtəsi Kömürköy zirvəsidir. Onun hündürlüyü 2493 metrdir və bu vilayətdə kaynazon yaşlı suxurlar üstünlüyü təşkil edir. Xüsusilə də Lənkəran ovalığında, Talış dağlarında isə paleogenin vulkanik mənşəli suxurları geniş yer tutur. Daha sonra Lənkəran vilayətində faydalı qazıntılar zəif yayılmışdı. Əsasən tikinti materialları geniş yayılıb, həmçinin mineral sularla da zəngindir. Lənkəran vilayətində rütubətli subtropik iqlim tipi hakimdir və burada illik yağıntıların miqdarı 400-1800 mm arasında dəyişir. Yağıntıların əksəriyyəti ilin soyuq dövründə düşür. Buna görə də ilin isti dövründə çaylarda su azalır, suvarmada çətinliklər yaranır. Bundan əlavə çay şəbəkəsi sıxdır və çayları birbaşa Xəzərə tökülür. Çayların qidalanmasında isə yağış suları, qismən də yeraltı sular əsas yer tutur. Onu da qeyd edeyim ki, Lənkəran ovalığında qurund suları da geniş yayılmışdı. Başlayaq Lənkəran ovalığı fiziki coğrafi rayonundan. Ümumiyyətlə, bu fiziki coğrafi rayonun ərazisində Lənkəran, Astara, Masallı və Cəlilabad rayonları yerləşir. Ərazi düzən ərazidir. Respublikamızın ən yağıntılı vilayəti hesab olunur. Ərazinin iqlimi yayı quraq keçən mülayim isti iqlimdir. Landşaft tipi düzən meşə landşaftdır. Torpaqları isə sarı torpaqlardır. Ərazidə vulkanik mənşəli suxurlar geniş yayılıb, amma buna baxmayaraq filiz faydalı qazıntılar yoxdur. Ərazidə isə mineral bulaqlar geniş yayılmışdı. Mineral bulaqlardan Donuzitən, Ərkivan, Qotursu, Aşağı Ağkörpü, İstisu və Meşəsu mineral bulaqları bu fiziki coğrafi rayonda yerləşir. Lənkəran ovalığı fiziki coğrafi rayonu xəritədə 1 rəqəmi ilə işarə olunub. 2 rəqəmi ilə qeyd olunan isə Talış dağları fiziki coğrafi rayonudur. Talış dağları fiziki coğrafi rayonunun ərazisində Astara, Yardımlı, Lerik, Masallı və Cəlilabad rayonları yerləşir. İqlim tiplərindən yayı quraq keçən və bərabər yağıntılı mülayim isti iqlim, yarımsəhra və quru çöl iqlim tipləri yayılır. Landşaft tiplərindən dağ meşə, dağ kserofit və dağ çölləri yayılmışdır. Talış dağları fiziki coğrafi rayonunda paleogen yaşlı suxurlar geniş yayılmışdı. Onu da qeyd edeyim ki, Lənkəran ovalığında isə 4-cü dövrün suxurları geniş yayılıb. Bu fiziki coğrafi rayonda sarı torpaqlardan əlavə qonur və qəhvəyi dağ meşə torpaqları da geniş yayılmışdı və torpaqları eroziyaya uğramışdı. Ərazidə yerləşən qoruq və yasaqlıqlar Hirkan Milli Parkı, Hirkan qoruğu, Hirkan yasaqlığı, Ruvarud yasaqlığı Lerikdə yerləşir və Zuvand yasaqlığı Lerik və Yardımlı rayonlarının ərazisində yerləşir. Son olaraq Naxçıvan və yaxud da Orta Araz vilayətinə baxaq. Orta Araz vilayəti Respublikamızın cənub-qərbində yerləşir. Ərazi Araz çayı ilə Zəngəzur və Dərələyəz dağlarının arasında yerləşir. Ümumiyyətlə, bu vilayətin ərazisi dağlıq və düzənlik hissələrdən ibarətdir. Və onu da qeyd edeyim ki, ərazinin geoloji quruluşu çox mürəkkəbdir. Çox hissəsi 1000 metrdən yüksək hissələrdə yerləşir. İqlimi kəskin kontinentaldır. Ən çox ümumi günəş radiasiyası və ən aşağı və ən yüksək temperatur bu vilayətdə müşahidə olunub Respublikamız ərazisində. Ərazinin kontinentallığı çaylara da təsir edir. Ərazinin çayları əsasən qar, yağış və yeraltı sularla qidalanır. Həmçinin palçıqlı sellər yaradırlar. Buranın çaylarından geniş şəkildə suvarmada istifadə olunur. Gölləri isə əksəriyyəti uçqun mənşəli göllərdir və dağ-çəmən landşaftında yerləşirlər. Naxçıvan vilayətinin ən alçaq nöqtəsi Arazboyu düzənliklərdə yerləşir. Hündürlüyü 600 metrdir. Ən hündür nöqtəsi isə Qapıcıq zirvəsində yerləşir. Hündürlüyü 3904 metrdir. İqlim tiplərinə baxsaq, burada qışı soyuq keçən yarımsəhra quru çöl iqlim tipi, yayı quraq keçən mülayim isti və dağ tundra iqlim tipləri yayılmışdı. Geoloji quruluşundan isə demək olar ki, Respublikamızda rast gəlinən bütün eraların suxurlarına rast gəlinir. Paleozoy, mezozoy, kaynozoyun suxurları yayılıb. Üstünlük təşkil edən suxurlar isə kaynozoyun paleogen yaşlı suxurlarıdır.
Bayaq qeyd elədim, yenə də qeyd eləyirəm. Respublikamızda ən yüksək temperatur və ən aşağı temperatur burada qeyd alınıb. Ən böyük temperatur amplitudu və ən çox günəş radiasiyası da bu vilayətdədir. Ərazidə yayılan torpaqlar boz, bozçəmən, şoran, şorakətli, qəhvəyi dağmeşə və dağçəmən torpaqlarıdır. Onu da qeyd edeyim ki, buradan Dəmirli, Duzdağ, Küküdağ və Vəlidağ silsilələri uzanır. Alçaq dağlıqda və düzənliklərdə arid dendasyon relyef formaları geniş yayılıb. İndi isə gəlin faydalı qazıntılarına baxaq. Faydalı qazıntılardan molibden, Diyaqçay və Parağaçay yataqlarında, Şahtaxtı, qeyri-filiz yatağıdır, travertin yatağı Kəngərlidə yerləşir. Bir də polimetal Gümüşlü yatağında. Göllərdən isə uçqun mənşəli göllər yayılmışdır. Bunlar Batabat, Qanlı gölləridir və Dağçəmən landşaftında yerləşirlər.